Bilirsiniz, Qərb ölkələri bütün resurslarını səfərbər etsəydilər Ukrayna üçün, Ukrayna torpaqları bu səviyyədə işğal olunmazdı. Ukrayna ilk gündən böyük dəstək gözləyirdi Amerikadan, Avropadan. Əgər o dəstək verilsəydi, bu qədər ərazi itirməzdi Ukrayna. Çox təəssüf ki, müharibənin birinci ildə elə ciddi dəstək gəlmədi Ukraynaya. Ukrayna ordusu özü savaşdı, Ukrayna hakimiyyəti özü mübarizə apardı. Sonrakı illərdə tədricən dəstək gəlməyə başladı. Bugünün özündə də kifayət qədər böyük həcmdə deyil dəstək. Düzdür, maliyyə ayırır Avropa, amma hərbi texnika kifayət qədər yüksək səviyyədə deyil. Təsəvvür edin, gündə 10 minlərlə mərmi işlətmək məcburiyyətindədir Ukrayna. Onun yeri doldurulmalıdır. Amma Ukrayna bir uğuru da onda oldu ki, müharibə başlayandan sonra dron istehsalını genişləndirə bildi. Müharibənin ilk ilində, əgər ilk aylarında Türkiyədən bayraqdarlar alırdısa, indi o qədər buna ehtiyacı yoxdur. Çünki özü də müxtəlif çeşidli dronlar istehsal edir və Rusiya vurulan zərbələrin böyük əksəriyyəti məhz bu dronlarla həyata keçirilir. Amma hərbi sənaye kompleksi aydındır ki, 3 ildə, 4 ildə yaratmaq mümkün deyil. Vaxtilə SSR-nin ən güclü hərbi sənaye kompleksləri Ukraynadadır. Amma çox təəssüf ki, Ukrayna müstəqilliyin ilk günündə bu hakimiyyətlər, korrupsiyaya bulaşmış hakimiyyətlər hərbi texnikanı sağa sola satdılar, hərbi sənaye kompleksləri də dağıldı. İndi bunlar yenidən yaradılmadı, amma bunlara 10 illərlə vaxt lazımdır. Müharibə də indi davam edir. Ona görə də Avropa bu yükü daşımalıdır. Çünki Amerikada dediyim ki, bir qədər kənara çəkilir, Ukraynaya maliyyə ayırmaq istəmir. Əgər kifayət qədər hərbi texnika ayrılarsa, məncə Rusiya öz istəklərinə çata bilməyəcək. Çünki Ukrayna ordusu kifayət qədər savaşır, müqavimət göstərir.